Salam dostlar, hər vaxtınız xeyir olsun. Hər birinizi Dadaş bir kanalda salamlayıram. Bugünkü bizim dərsimiz RIP-ə aid olacaq. RIP və 1 və 2-nin arasında fərq. Bir balaca da mini topologiya quracağıq. Yəni, bu silim. Deməli, dostlar, RIP nədir? Yəqin bildiyiniz kimi şəbəkə protokoludur. Qısaca Routing Information Protocol. Şəbəkə routerların bir-biri ilə marşrut məlumatlarını paylaşması üçün tələb olunan dinamik routing protokoldur. Yəni, Cisco Packet Tracer'da ən rahat öyrənən protokollardan biridir. Yəni, RIP Distance Vendor Routing protokoludur. Metrikası maksimum 15 hop, 16 unreachable'dır. Update intervalı hər 30 saniyədən birdir. Kiçik və orta şəbəkələr üçün uyğundur. İndi mən burada bir şəkil göstərəcəm sizə. Deməli, aha. Bilirsiniz ki, RIP-in 2 versiyası var. RIP v1, RIP v2. Deməli, RIP v1 classfuldur, yəni subnet maskı göstərmir. VLSN və CIDR dəstəkləmir. Broadcast istifadə daha köhnə və məhdud versiyadır. Yəni, sadə köhnələ şəbəkə üçün. Bax, gördüyünüz kimi burada RIP v1. RFC 1058-ci, routing classfuldur, routing update adresi broadcastla gedir, subnet mask does not send subnet mask information with routing update. VLSM CIDR authentication distributed network dəstəkləmir. RIP 2-nin versiyası classless'dır. VLSM və CIDR dəstəkli multicast istifadə, hətta gözü 224.0.9-da authentication dəstəkləyir və müasir və düzgün routinglər üçündür. Yəni, buradan fərqdən də artıq başa düşürdük ki, V2 istifadəsi daha məsləhətdir. İndi gəlin belə bir mini bir test edək. Deməli, bizə lazımdır ilk növbədə bir dənə PC. Bunu qoyduq bura. Bizə lazımdır bir dənə router. Routerda gəlin 1941-dən istifadə edək. Deməli, bu 1. Bir dənə də atdıq bura. Bu da 2. Bir dənə də əlavə PC qoyuruq bura. Deməli, gəlin routerı bir dənə birincisi bu mouse yığışdıraq. Bizdə burada nədir? Gigabit Ethernet. Deməli, no n conf interface g0/1. Gəlin buna IP adres verək də. Deməli, IP adres 192 olsun standart. 1.1 255 255 255 0 no shutdown. Tamam. Buna verdik, exit getdi. Keçdik router 2-nin konfigurasiyasına. No enable conf interface gigabit 01 IP adres 192 160 yox 100-lə verməyə, daha 100-lə verməkdən gəlin belə eləyək 10.0.2 255 255 255 0 no shutdown. Tamam, onu da verdik. İndi gözləyək özünə gəlsin. Deməli, daha sonra biz nə edirik? İndi gəlin keçək. Biz bunu standart olaraq tamam IP falan verdik. Üstünə vuraq. Gördüyünüz kimi gigabit Ethernet 01-də bizim IP-miz var və burada da var. Aha. İndi gəlin buna RIP və 1 konfigurasiyası edək. Deməli, açırıq bunu. Gəlin yoxlayım. Router RIP yazırıq, deməli, network 192.168 1.0 yəni da network yazaq 10.0.0.0 yazdıq, exit veririk. Deməli, burada da eyni qaydada router RIP network bircə saniyə.
Deməli, router IP yazdıq. Network'ımızı yazırıq 10.0.0.0. Daha sonra ise yazırıq. 192.168.2.0. Tamam. Bunları yazdıq. Daha sonra ise biz indi bunu eləmişdik versiya 1 ilə. Gəlin indi bunu ikinci versiyana edək. Yenə də qayıdıq routerımıza. Deməli, yazırıq yenə də router RIP. Ay, səhv yazdım, üzr istəyirəm. Router RIP versiyon 2 no auto summary network 192.168.1.0 network 10.0.0.0. Tamam, exit. Getdi ikinci router'a. Router RIP versiyon 2 Tamam. Bunları yazdıq. İndi bunu biz yoxlamalıyıq ki, tamam, bu dəqiq necə işləyir, dəqiq var, yoxsa. Onun üçün deməli exit-i vurandan sonra yazıq show IP protocols. Buyurun. Gördüğümüz kimi bizim routing for networks IP'miz var burada. Bizim burada maksimum pasımız da var. Default version control save receive 2. Gördüğümüz gibi sending updates every 13 seconds. Yani bayağı dediğim gibi 30 saniyeden bir update. Routing protocol is RIP. Gördüğümüz gibi artık burada gösterir. Default bizim distansiyamız da 120'dir. Bax gəlin. Mən sizə təzədən onu göstəreyim. Hanı bizim? Buyurun. RIP 120. Gördüğümüz gibi artık bu konfigürasiya edilibdir. Böyle. Və üstünlüyü mən bir dənə deyim. Konfigürasiya gördüyünüz kimi sadədir. Kiçik şəbəkələr üçün idealdır. Amma çatışmamazlıq varsa maksimum 15 hopdur. Yavaş konvergensiya böyük şəbəkələr üçün uyğun deyil. Yəni belə bu arada birləşdirək. Bu arada qalmasın. Bir dənə buradan bura. Bir dənə buradan bura. Bir dənə də buradan bura. Porta baxaq. Siz bir istəyən ki, Cisco Packet Tracer'da da rəq deyilən bir şey var. Təsəvvürün bu bizim PDO-muzdur. Keçində və sizə göstərmişdim mən sizə. Burada əlavələrdir sizə. Bunu burada dublir edə bilərsiniz. Bunu çıxardıb burada məsəl üçün qoya bilərsiniz. Yəni bir simulator kimi də belə deyir də. Mən bunun portunu deyəsə downdadır. Eləməmişəm deyə. Gəlin bunu da edək. Tamam. Deməli n conft interface g0/0 no shutdown və exit. Artıq yavaş-yavaş qalxır. Burada da gəlin buna deməli interface configuration edək. Enable conft interface g0/0 no shutdown exit. Aha. Gördüğünüz gibi bu bizim bir balaca da olsa bir RIP şəbəkəmiz oldur. Artıq bizdə burada göz IP'lər də yazılıb. Artıq portlarımızda V1 biz düzdür qurmadıq, heç ehtiyac da yoxdur. Paketlər göndərir.
bir routerlar ayrıdır deyə görürsüz. Ona gedib bunu gəl. Həm də biz bu statik IP ayarlamamışıq deyə ona görə belə edir. Bu günlük bu qədər dostlar. Gələn dərslərdə görüşmək ümidi ilə sağ olun.